Hər vaxtınız xeyir olsun. Mən Cəvin Həsənov. Növbəti sınaq izahlarımızı çəkməyə davam edək. Növbəti sınağımız ümumi sınaq 3-dür. Məncə ikinci qəbul qabağı abituriyentlərə müəyyən qədər kömək olacaq. Baxaq. Düzgün cavabı müəyyənləşdirməliyik. Sxemlə olan bir sualdır. İngiltərə İspaniya La-Manş döyüşü, bəli, doğrudan 1588-ci ildə İngiltərədə Tudorlar sülaləsinin dövründə İspaniya ilə savaş oldu. Bu zaman İngiltərə hökmdarı Yezaveta La-Manş döyüşündə İspanlara qalib gəldi. Və bu döyüşdən sonra İngiltərin nüfuzu artdı dənizdə. 4-cü Prusiya və Avstriya arasında 1866-cı ildə baş vermiş, bəli, Sadova döyüşüdür. Bu cavabımıza doğrudur. 3-cü cavabımız İngiltərə və Fransa arasında Azincourt döyüşü, bəli, bu 1415-dir, 100 illik müharibənin gedişidir. Deməli, cavabımız artıq 3-4-5-dir. Yerdə qalan variantlara hər ehtimala qarşı baxaq. Çirmən döyüşü Bizans və Osmanlı arasında deyil, Osmanlı və Serblər arasındadır. Söhbət 1371-ci ildə baş vermiş Çirmən döyüşündən gedir. Terik döyüşü isə Teymurlərlə Qızıl Ordu arasındadır. Bu döyüş də 1395-də baş vermişdir. Gördüyümüz kimi birinci və ikinci variantlar səhv. Cavab B. 3-4-5-dir. Davam edək. 2. Qədim Misrə və Manniyaya aid ümumi cəhət. Romalıların hücumuna məruz qalması. Roma, bəli, Misrə hücum edib eramızdan əvvəl 30-cu ildə, amma Romanın Manniyaya yürüşü haqqında biz heç bir məlumata malik deyilik. Sərdabələrin inşası. Sərdabələrin inşası, bəli, Misrdə bilirik ki, eramızdan əvvəl deməli, 1-ci minillikdən artıq, eramızdan əvvəl 2-ci minillikdən artıq 1-ci Tutmosun dövründən başlayaraq yeraltı sərdabələr var, amma Misirdə bu olsa da bu Mannada yoxdur sərdabə anlayışı. Əhəməni dövlətindən asılı düşməsi Misir Əhəməni dövlətindən asılı vəzdə salıbdır. Kitablarımızda, köhnə kitablarımızda bu daha yaxşı verilərdir. Eramızdan əvvəl 525 Pelusiya döyüşü. Amma Mannanın Əhəməni dövlətindən asılı düşməsi mümkün deyil. Çünki Əhəməni dövləti eramızdan əvvəl 550-də yaranmış. Manna isə artıq bundan 40 il əvvəl 590-da süquta uğramışdı. Çox tarixli mövzu olmasa, bəli, qədim dövrlərin, belə deyim, qədim dövrdə dövlətlərin 99%-nə xas olan bir xüsusiyyətdir. Çox tarixlıq, çox allahlığın mövzu olması D variantı düzgün cavabdır. Yazı materialı kimi papirusdan istifadə, bu isə yalnız Misrə aid xüsusiyyətlərdir. Bax belə. Yəni, mənim əzizlərim, D variantından başqa A, B, C, Y variantları hamısı yalnız Misrə aiddir. 3-ə baxaq. Hansı rəqəmlərin yerini dəyişsək, düzgün xronoloji ardıcıllıq alınar? Aha. Qədim Roma Respublikasının qurulması, bu deməli hamısı eramızdan əvvəldir. O zaman eramızdan əvvəl yazmaya ehtiyac yoxdur qabaqlarından. Qədim Romada Respublika eramızdan əvvəl 509. Qədim Romada plebeylərə tam vətəndaşlıq hüququnun verilməsi eramızdan əvvəl 3-cü əsr. Qədim Romada xalq tribununun seçilməyə başlaması eramızdan əvvəl 5-ci əsr. Aralıq dənizinin qərb sahilində Romanın ağalının təmin olunması, bu təbii ki, eramızdan əvvəl 2-ci əsrdir. Pun müharibələri tam bitdikdən sonra. Təbii ki, böyükdən kiçiyə gələcəyik. Bir gördüyümüz kimi birincisi 6-cı əsr oldu. İndi əslində ifadə eləyəmsin. İkincisi 3-cü əsr, üçüncü 5-ci əsr, dördüncüsü isə 2-ci əsr oldu. Və burada baxan kimi avtomatik olaraq görürük ki, Bakı variantı düzdür. Yəni 2 ilə 3-ün yerini dəyişsək, hər şey yaxşı olacaq. Doğrudan da birinci qədim Romada Respublikanın qurulması 6-cı əsr. Sonra xalq tribunu 5-ci əsr. Sonra plebeylərə tam hüquq 3-cü əsr. Sonra isə Aralıq dənizinin qərbində Roma ağalının təmin olunması 2-ci əsr. Yəni burada cavab Bakı variantıdır. Davam edək. 4-ə baxaq. Eylər Venn diaqramına aid bir sualdır. Qəznəli dövləti və Salarilər dövləti. Hindistanda yürüş edilməsi təbii ki, bu Qəznəvilər dövlətinə aiddir. 10-cu əsrin 2-ci yarısı süqut etməsi bu Salarilər dövlətinə aiddir. Çünki 10-cu əsrin 2-ci yarısı 951-1000-dirsə, bu Salarilərdir 981-də. Qəznəvi dövləti isə 1187-də süquta uğrayıb. Səlcuqlarla mübarizə məğlub olması bu Qəznəvilərə aiddir. Salarilər heç Səlcuqu görməyiblər. Erkən orta əsrlər dövründə yaranması, bəli, nəzərə alsaq ki, erkən orta əsrlər, yəni erkən feodalizm 3-11-ci əsrləri əhatə eləyir. Hər iki dövlət 3-11-ci əsrlər aralığında yaranıbdır. Ona görə də D ortaya gedəcək. Türk mənşəli hökmdarlar təbii ki, hər ikisi türk mənşəlidir. Ona görə də burada 1AC, 2B
3, D, Y. Yəni A variantı olacaq. Davam edeyim. 5-də. İlham Əliyevin dövründəndir. Müasir dövr Azərbaycan tarixi. İlham Əliyevin birinci prezidentlik dövrü təbii ki 2003, 2008-dir. Prezidentlik dövrlərində ehtiyatlı olaq. Əgər prezidentlik dövrü düşürsə, biz o zaman nəyi vurğulamalıyıq? 5-5 gələcəyik müəyyən yerə qədər. 2003, 2008 birinci prezidentlik, 2008, 2013 ikinci prezidentlik, 3, 4 və s. Biri də var İlham Əliyevin prezidentlik dövrünün mərhələləri. Bu artıq 2 yerə bölünür. 2009-a qədər birinci mərhələ hesab olunur. 2009-dan bu günümüzə qədər, yəni video çəkilənə qədər 2025-ə qədərsə ikinci hesab olunur. Bizə birinci yerdə veriblər xarici iqtisadi əlaqələr. Bakı Tiflis Ərzurum qaz kəmərinin istifadəyə verilməsi 2007-dir. Və təbii ki bu düşür yuxarıdakı illərə. 21-ci əsrin müqaviləsinin imzalanması. 21-ci əsrin müqaviləsinin imzalanması 2013-cü dekabrdır. Bu İlham Əliyevin hətta ikinci yox, üçüncü prezident dövrünə düşür. Çünki nəzərə alsaq ki, bizdə əvvəllər prezident seçkiləri bir mənalı olaraq oktyabr ayında idi. Yer gəlmişkən 21-ci əsrin müqaviləsinə aydınlıq vermək istəyirəm. Var əsrin müqaviləsi, bu 94-dür, neftlə bağlı. Var 21-ci əsrin müqaviləsi, bu neçənci ildir? 2013-cü dekabrıdır. Əsrin müqaviləsi neftlə bağlıdır. 21-ci əsrin müqaviləsi əsasən qazla bağlıdır. Ona görə B variantı yararsızdır. Bakı Tiflis qaz dəmir yolunun işə salınması 2017-dir. Bu da yuxarıdakı şərti ödəmir. Yuxarıdakı illər şərtini ödəmir. Xarici siyasi əlaqələr. Qoşulmama hərəkətinə qoşulmamız 2011, yenə yuxarıdakı illəri ödəmir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi. Bu 2011-dir, yəni yuxarıdakı şərtlər ödəmir. Bu arada ehtiyatlı olun, BMT-yə daimi üzvlük. Amma BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlük. Təbrizdə Azərbaycan konsulunun açılması bu 2004-dür. Bax, belə. Bu isə şərt ödəyir. 1A, 2C, yəni variantımız C variantıdır. Davam edeyim. 6. Bu səhifədə görək, nəsə bir başa düşmədiyimiz, diqqətimizdən qaçan məqam varmı? Yoxdur, davam edəyək. 6-ya baxaq. Sadəcə hökmdarı Yusif ibn Əbusaz və Qara Yusifin fəaliyyətlərinə aid ümumi cəhət. Mərkəzləşmiş dövlətin yaradılması. Qaraqoyunlular təbii ki, mərkəzləşmiş dövlət deyil. Heç sadəcələrə baxmağa dəyməz. Şirvanşılar dövlətinin aşağı salınması, bəli, bu düzgün cavabdır. Çünki nəzərə alsaq ki, Sacilər Şirvanşılar dövlətini tabe etmişdilər Yusif ibn Əbusazın dövründə. Və digər bir tərəfdən də Qara Yusif dövlət kimi 1412-ci ildə Kür döyüşündə Şirvanşılara qalib gəlmişdi və Şirvanşılara tabe etmişdi. Amma buna baxmayaraq Qaraqoyunları hələ də bizim kitablarımız Şirvanşılara tabe edən dövlət kimi götürmürlər. Bu 2025-ə qədər hələ ki belə olaraq qalır. Xilafət xəzinəsinə xərac göndərilməsinin dayandırılması. Bu Yusif ibn Əbusaz üçün xarakterikdir. Qara Yusif hakimiyyətdə olduğu dövrdə ümumiyyətlə xilafət mövcud deyildi. Yeni sülalənin əsası qoyulması hər ikisi üçün belə deyim, oxşalıq ola bilməz. Çünki Yusif ibn Əbusaz sülaləsinin əsasını atası Əbusaz Devdad, Qara Yusifin sülaləsinin əsasını isə hələ ondan bir xeyli əvvəl yaşamış, belə deyim, Bayram Xoca qoymuşdu. Slavyanlara qarşı mübarizənin aparılması. Qaraqoyunlu dövründə Slavyanlarla savaş yoxdur. Yusif ibn Əbusazın da dövründə Slavyanlarla açıq savaş verilmir. Düzdür, Slavyanların yürüşləri, sazilər mövcud olduğu dönəmdə olubdur, amma konkret bir savaş verilmir. Ən azından Qara Yusif baxımından bu yanlışdır. Ona görə cavabımız Bakı variantı olacaq. 7-yə baxaq. 1854-cü ildə ABŞ ilə sülh və əməkdaşlıq haqqında müqavilə imzalayan dövlət və ona müəyyən qədər ticarət hüququ verən dövlət bu Yaponiyadır. Yaponiya xəritəmizdə 3-də yerləşir. Maraq üçün deyim ki, bir Cənubi Koreya, birin üstü bax bu ərazi isə Şimali Koreya ərazisidir. 4 təbii ki Çin ərazisidir. 5 Hindistan ərazisidir. 2 isə Vyetnam ərazisidir, səhv etmirəmsə. Bax belə. Maraq üçün bu ərazinin Monqolistan olduğunu qeyd edim. Bu ərazinin Qazaxıstan olduğunu qeyd edim. Bu ərazinin Pakistan olduğunu, bu ərazinin Əfqanistan olduğunu qeyd edim. İndi növbəti testlərimizdə də başqa ərazilər olduqca həmin əraziləri qeyd etməyə çalışaram. Təbii ki, Qazaxıstan və Monqolistan da yuxarıda Rusiyadır. Davam edək. Cavab 3-dür A variantı. 8. Şah II Abbasdan fərqli olaraq Şah II Təhmasib. Şah II Abbasın hakimiyyətləri 1642-1666-dır. İkinci Təhmasibin hakimiyyət illəri isə 1722-nin martı, ehtiyatlı olaq,
Pyotr gələndə artıq 2-ci Təhmasib idi hakimiyyətdə və 32 avqustudur. Yenə ehtiyatlı olaq. Kirmanşah və Rəşd müqaviləsi buna düşür. Osmanlı sülh müqaviləsinin imzalanması əlbəttə 32-nin yanvarında Kirmanşah müqaviləsi var və bu 2-ci Abbasdan fərqli olaraq 2-ci Təhmasibə düşür. Çünki 2-ci Abbasın ümumiyyətlə Osmanlı savaşı yoxdur. Biz biri götürməliyik. Tamğa vergisi nə Abbasda olmayıb, nə Təhmasibdə, yəni 2-ci Təhmasibdə olmayıb. Çünki 1-ci Təhmasib bunu ləğv etmişdi. 18-ci əsrdə hakimiyyətdə olmaları, bəli, bu da növbəti bir fərqdir. Rusiya ilə mübarizə aparmışdı. Bu hər ikisi üçün oxşar cəhətdir. Niyə? Çünki 2-ci Abbas Şimali Qafqazda Qalalar uğrunda 1653-62-ci ildə mübarizə aparmışdır. Təhmasib isə təbii ki, 1-ci Pyotrun görüşünü görmüşdür. Burada cavab 1-3, yəni D variantıdır. 9. Azərbaycanın 3-7-ci əsrlər tarixi üçün səciyyəvi deyil. Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulması. Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulub, deməli, əvvəla 3-7-ci əsrlər tarixi üçün səciyyəvi deyil deyəndə nə nəzərdə tutulmalıdır? Yəni, nə 3, nə 4, nə 5, nə 6, nə 7-yə düşməməsin. İllə ifadə etsək 201-700 aralığına düşməsin. Mehranilər sülaləsi 705, bəli, bu düşmür və bizə lazımdır. Can vergisinin mövcud olması həm Sasani ağalığı dövründə olub, həm Ərəb ağalığı dövründə olub. Yəni, bu olub. Bizə aid olmayanlar lazımdır. 3-cü Türk axınının baş verməsi, bəli, bu 11-ci əsrdir. Bu da bizə lazımdır. Çünki səhvdir. Xəzərlərin görüşünə məruz qalması, Xəzərlərin görüşü 7-ci əsrdə artıq Azərbaycana var idi. Yəni 2-4 aiddir, 1-3 aid deyil. Bizə də aid olmayanlar lazımdır. Cavab Bakı. Davam edək. 10-cu suala baxaq. Səlcuqların gəlişinin Azərbaycan üçün nəticəsi. Xilafətin Azərbaycandakı hakimiyyəti başa çatdı. Güya ki, xilafətin Azərbaycanda hakimiyyətə qalmışdı. Xeyr. Xilafət onsuz da 9-10-cu əsrlərdə Azərbaycanda yaradılmış müstəqil dövlətlərin fonunda artıq Azərbaycandakı hakimiyyəti başa çatmışdı. Yerli dövlətlərin varlığına tamamilə son qoyuldu. Belə bir şey yoxdur. Çünki Səlcuqlar Rəvvadilərə və Şəddadilərə son qoydular, amma Şirvanşahlara son qoymamışdılar. Azərbaycan xalqı Cənubi Qafqaz və Ön Asiyada başlıca etnik və siyasi qüvvəyə çevrildi. Bəli, bu Səlcuqların gəlişinin Azərbaycan üçün belə desək ən mühüm nəticəsidir. Bizansın Cənubi Qafqazdakı ağalığına son qoyuldu. Bizansa zərbə endilib, amma Bizans Cənubi Qafqazda ağalıq etmirdi ki, onun ağalığına son qoyulsun. Dövlətçilik ənənələri bərpa olundu. Səlcuqlar bizim dövlətimiz deyil, gəlmələrin dövlətidir. İkinci bir tərəfdən də Səlcuqlar Azərbaycanda dövlət yaratmayıblar. Onların dövləti Nişapurda yaranıb. Nişapur indiki ərazi baxımından Azərbaycan ərazisi deyil ki, Azərbaycanda dövlət siyasi bərpa olunsun. Bu da yanlışdır. Cavab S. 11. Daha gec baş vermişdir. Mərkəzi Asiyada ilk Türk dövlətinin yaranması söhbət böyük Hundan gedir. Eramızdan əvvəl 220. Çində dəmir emalı eramızdan əvvəl 6-5-ci əsrlər. Hindistanda ən qədim şəhərlər eramızdan əvvəl 3-2-ci minilliklər. Fif şəhərinin Misirin paytaxt seçilməsi eramızdan əvvəl 2-ci minillik. Şumerlərin Mesopotamiyada məskunlaşması isə eramızdan əvvəl 7, eramızdan əvvəl 6-cı minilliklər. Daha əvvəl olsa Y. Daha sonra olsa təbii ki A. S, D, Y ola bilməz. Bunlar minillikdir. A ilə B eramızda və 1-ci minillikdir. Çünki bilirsiniz ki, 1 minillikdə 10 əsr yerləşir. Yəni 1-ci minillik demək, illə ifadə eləsək 1000-dən 1-ə və yaxud 10-cu əsrdən 1-ci əsrə. Daha gec baş verən təbii ki, A variantıdır. Eramızdan əvvəl 220. Bunlara mənfi ədədlər kimi baxsaq, hansı sıfıra daha yaxındırsa, o daha gec baş vermişdir. 12. Qızıl Ordu hökmdarı Özbək xan və Frank hökmdarı Xulodviqin fəaliyyətinə aid ümumi yeni dövlətin əsasını qoymaları. Bu Xulodviq baxımından keçərlidir, amma Qızıl Ordu baxımından keçərli deyil. Çünki Qızıl Ordu'nun əsasını Canı bəy qoymuşdu. Çox üzr istəyirəm. Qızıl Ordu'nun əsasını təbii ki, Çingiz xanın nəvəsi olan və Çuy-Çuğusuna olan Batı xan qoymuşdu. Qanunnamə qəbul etmələri xeyr. Bu hardasa Xulodviq üçün keçərli ola bilər. Frankların qanunları ilk dəfə onun dövründə yaranıb, amma Özbəkin dövründə belə bir şey yoxdur. Bizans imperiyasıyla mübarizə aparmaları, heç birisinin Bizansla savaşı yoxdur. Yeni din qəbul etmələri, bəli, Özbək İslamı qəbul edib. Frank hökmdarı Xulodviq isə xristianlıq, cavabımız D olacaq. Yeni sülalənin əsasını qoyması, bu hardasa Xulodviq üçün keçərli ola bilər. Adam dövlətin, belə deyim, ilk hökmdarıdır. Və dövlətin ilk hökmdarı olmaq düzdür. Yeni sülalənin əsasını qoymaq deyil, amma hardasa yaxınlaşır.
Amma Özbək xan ümumiyyətlə ola bilməz. Çünki Özbək xan Qızıl Ordanın artıq birinci yox, belə deyim, növbəti hökmdarlarından biridir. Ona görə burada cavab D variantıdır. 13-dən. Cənubi Qafqazda 1821-ci ildə tətbiq edilmiş ticarət tarifinə görə hər şey yaxşı oldu. Belə ki, Avropa mallarının cəmi 50%-dən gömrük haqqı alındı. Cavab C-dir. Və doğrudan da belə bir şeyin olması Avropa mallarının Rusiya bazalarına ayağını açdı. Amma sadəcə sonradan bu Rusiyanın özünü məmnun etmədi. Çünki təsəvvür edək ki, Rusiyanın belə deyim, avadanlığı ilə Avropanın avadanlığı eyni qiymətə idi və təbii ki, insanlar Avropadan belə deyim, fabrik zavod istehsal olunan daha yaxşı məhsulu seçirdilər və Rusiyanın da öz məhsulları əlində qalırdı. Ona görə 1831-ci ildə Rusiya yasaq haqqında qərar qəbul edəcək və deyəcək ki, Y variantını deyəcək. Bax belə. Bu səhifədə izah olunmamış sualımız, gözümüzdən qaçan bir məqam varmı? Görmədim. Davam edək o zaman. 14. Fransa 20-ci əsrin 40-cı illəri, yəni biz bunu ilə çevirsək 1940-1949, Türkiyədə isə 1960-1969. Ümumi cəhət. NATOya daxil olması. Biz bunun Türkiyədə 1952-də olduğunu bilirik. Kitabımızın yazısına əsasən. Yeri gəlmişdən NATO 1949-da yaranmışdı. Fransa 49-da daxil olsa belə. Türkiyədə 1952-də bu sayılır, yanlışdır. Hərbi çevrilişin baş verməsi. Türkiyədə bəli, 1960-da hərbi çevriliş baş verdi. Amma Fransada 1940-cı ildə hərbi çevriliş yoxdur. Çünki 40-44 Hitler tərəfindən yaratmış bir rejimidir. 44-46 müvəqqəti rejimdir. 46-58 4-cü hökumətdir. B yalnız Türkiyə üçün keçərlidir, Fransa üçün keçərli deyil. Yeni konstitusiyanın qəbul edilməsi bu düzgün cavabdır. Onsuz da Fransada hər dəfə demək olar ki, respublika və imperiya yarandıqca ölkənin konstitusiyası qəbul olunurdu. 1946-cı ildə Fransa özünün 4-cü respublika dövrünə keçəndə yeni konstitusiyası qəbul olunmuşdu. Türkiyədə isə anayasa 24-də qəbul olunmuşdu. Amma 60-cı ildən sonra, 60-cı il belə deyim, türklər demiş darbesindən sonra 60-cı belə deyim 24-cü ildə qəbul olmuş anayasa öz qüvvəsini itirir və 61-ci ildə yeni anayasa qəbul olunur. Cavabımız C variantıdır. Avropa İqtisadi Birliyinə üzv qəbul olunması. Avropa İqtisadi Birliyi 1957-ci ildə yaranıb və Fransa istəsə də bura 40-cı ildə qoşula bilməz. Fransa 1957-də qoşulmuşdu ora. Yəni bu 1957-də yaranmışsa Fransa 40-cı ildə necə qoşula bilər? Qaldı ki, Türkiyə Avropa İqtisadi Birliyinin üzvü deyil. Qaldı ki, Marshall planı üzrə ABŞ-dan maliyyə yardım alınmağa başlaması bu nədir? Deyir, 2-ci Dünya müharibəsindən sonra ABŞ bir də onda ayıldı ki, demək olar ki, əksər Şərqi Avropa ölkələri SSR-in nəzarətindədir. Və ABŞ özünü şirin satmaq və digər yerdə qalan dövlətləri özünə tərəfinə çəkmək üçün əvvəlcə 47-ci ildə sədd çəkmə siyasəti adı verilən Truman, sonra isə Marshall planlarını qəbul etdi və Marshall planı 1947-48-ci illərdə həyata keçirilməyə başlandı. Niyə 47-48 deyirəm, qəbul olunma və həyata keçirilməyə başlanması məsələsi. Və istər Fransa, istər Türkiyə bundan yararlanacaqlar, amma 40-cı ildən başlayacaqlar yararlanmağa. Yəni 60-cı illər deyil. Burada cavabımız C-dir. 15. Beyşəhər döyüşünün nəticəsində 1472-ci ildə baş verib. Təbii ki, çox da fikirləşməyə ehtiyac yoxdur. Bir paraşütlə baxsaq yuxarıdan sual cavab olaraq artıq ovucumuzdadır. Cavab D-dir. Bu döyüş bizə Osmanlılarla Ağqoyunlu dövlətinin ilk savaşı kimi görünür. Söhbət 1477-də Beyşəhər döyüşündən gedir. Və eyni zamanda da Osmanlıların Ağqoyunlar üzərində qələbəsi kimi belə deyim, yadda qalır. Cavab D-dir. Digər variantlara baxsaq, Ağqoyunlu Şirvanşah qüvvələri Qızılbaşları məğlub etdi. Belə bir hadisəni biz 1488-də Şahdağ döyüşündə görürük. Yanlışdır təbii ki. Ağqoyunların Qaraqoyunların hakimiyyətinə son qoydu. Konkret döyüş yoxdur, amma bu 1467-ci ildə Muş döyüşü bir yolların arasında. Trabzon imperiyasının varlığına son qoyması 1461-dir, amma Beyşəhər yuxarıda qeyd edildiyi kimi 72-dir. Qaldı ki, Uzun Həsənin dövlət kimi ilk savaşı məhz Teymur Əbsəridlə olub. Bu da 1468-69 Muğan döyüşü olubdur. Cavabımız D variantıdır.
16-cı sualda bizə nə deyir? 11-ci əsrin sonlarında Aralıq dənizinin şərq sahilindəki torpaqlarda, o cümlədən Suriya və Fələstində yaradılmış sərhəd dövlətlərindən deyil. Biz bilirik ki, söhbət birinci səhifə 3-dən gedir burada və orada Edessa, Tripoli, Qüds və Antioxiya knyazlığı yaranmışdı. Və dediyim əsasən bu Araqon krallığıdır. Araqon krallığı Pirene yarımadasında yaranmışdı. Ümumiyyətlə səlib yürüşlərindən danışanda səlib yürüşləri iki istiqamətdədir. Şərqə doğru səlib yürüşləri 11-13-cü əsrlərdir. Yəni Papadan şərqə doğru olan ölkələrə. Amma qərbə doğru səlib yürüşləri 11-15-ci əsrlərdir. Qərbə doğru səlib yürüşlərinin ikinci adı Reconquistadır. Bu məsələdə ehtiyatlı olaq və şərqə doğru səlib yürüşlərinin nəticəsində yaranıb Edessa, Tripoli, Qüds, Antioxiya, Araqonu silim və bir dənə də əlavə verim Latın. Bu belə. Bunlar şərqə doğrudur. Qərbə doğru səlib yürüşlərinin nəticəsində yaranıb Kastiliya, Araqon, Navarra və Portuqaliya. Portuqaliya özü müstəqil dövlətdir, bu heç. 1479-da Kastiliya kralı ilə Araqon kraliçası evlənəcək və 1479-da onlar birləşərək İspaniyanı yaradacaqlar. Artıq bu İspaniyadır. Bəs Navarra nə oldu? Navarra isə İspaniya və başqa Avropa dövləti olan Fransa arasında bölüşdürüləcək. Biraz geniş məlumat verdim. Cavab C-dir. 17. Birinci Dünya müharibəsi dövründə AXC-nin həyata keçirdiyi sosial-iqtisadi tədbir. Baxaq görək Birinci Dünya müharibəsi nə vaxtdır? Birinci Dünya müharibəsi 14-də başlayıb, amma bizə nə lazımdır? AXC nə vaxt yaranıb? 18-28 may. Birinci Dünya müharibəsi nə vaxt bitib? 1918-11 noyabr. Bizə lazımdır ki, baş verən hadisə bax bu aralıqda olsun və sosial-iqtisadi tədbir olsun. Respublika ərazisində azad ticarətə icazə verilməsi. Respublika ərazisində azad ticarətə bəli, AXC belə deyim, icazə veribdir və bunu 1918-ci ilin yayında eləyib. Bu düzgün cavabdır. Digər məlumatlara baxaq. Bakı-Batum neft kəmərinin bərpasının başa çatdırılması. Bu Bakı-Batum neft kəmərinin bərpası çox başı bəlalı bir prosesdir. Müxtəlif kitablarda müxtəlif cür gedir, amma AXC dövründən əvvəl və yaxud bunu 1930 AXC dövründən sonra götürürlər. Bəzi məlumatlar isə hətta bunun AXC dövründə, yəni təzə 9-cu ilin tarixləri 1919-cu ildə başa çatdığını diqqətə verirlər. Yəni bu Birinci Dünya müharibəsi dövrü deyil. Dövlət Bankı AXC bunu edib də sosial-iqtisadi tədbirdir, amma bu 1919-dur. Axı bizə bura lazımdır. Aqrar islahatın keçirilməsi. Təəssüflər olsun ki, AXC aqrar islahatı keçirə bilmədi. Neft sənədi və ticarət olmasının milliləşdirilməsi, bu da sosial-iqtisadi tədbirdir. Yəni, onsuz da bütün variantlarda verilən hissələr sosial-iqtisadi tədbirlərdir. Sadəcə olaraq Y variantında AXC milliləşdirməni yalnız demək olar ki, təhsil sektorunda aparmışdı. O neft sənayesində, ticarət olunmasında və digər yerlərdə belə deyim, milliləşdirmə aparmamışdı. Cavab A variantıdır. 18. Hadisə və nəticə əlaqənin doğru verildiyi cavabı müəyyənləşdirin. Sufyan döyüşündə Osmanlıların qalib gəlməsi, avtomatik olaraq 1585 Sufyana gedəcəyik. Çünki 1605 Sufyanda Səfəvilər qalib gəlib Osmanlılara. Səfəvi Osmanlı müharibələrinin ikinci mərhələsində başlatması bu 1590-dır axı. Yanlışdır. A yanlış. Mərəd sülhünün imzalanması 17-ci əsrdə Səfəvi Osmanlı müharibələrində son qoyulması. Bu da yanlışdır. Çünki 17-ci əsr Səfəvi Osmanlı müharibəsi 1639-da başlatacaq qəsr-i Şirindən. Amma Mərəd 1618-dir. Bu da getdi. Deməli cavabımız C-dədir. Baxaq. Sultan Süleyman 1534-də Səfəvilərin üzərinə gəlib qaydanda yolda Ərəb-İraqı ələ keçirmişdi. Bu düzgün cavabdır. Bağdad daxil. D. Səfəvilər İngiltərə ilə əbədi dostluq müqaviləsi imzaladılar. Bəli, 1621-də Şah Abbasla 1-ci James və nəticədə Portuqalları 1622-də qovdular. Deməli bizim burada cavabımız C, D, yəni variant C olacaq. Davam edək. 19. 19-cu əsrdə aşağıdakı xüsusiyyətlərin aid olduğu ölkələr. Osmanlı İmperiyasıyla müharibə aparması, sənaye çevrilişinin başa çatması. Fransa və İngiltərə. Bəli. A variantı şərti ödəyir. Gəlin izah verin. Fransa-Osmanlı savaşı varmı 19-cu əsrdə? Var. Məsələn, 1827-ci ildə Navarin dəniz döyüşündə, bax elə bu iki dövlət, Fransa və İngiltərə birləşib
Osmanlıya qalib gəlirlər. Hətta Rusiya ilə bərabər. Heç başqa izah verilməyə ehtiyac yoxdur. Qaldı ki, sənədi çevrilişin baş atması bu Fransada 2-ci imperiya dövrüdür. 19 əsrin 2-ci yarısı. Üstün Napolyon. İngiltərədə isə 19 əsrin ortalarıdır. Yəni digər variantlara baxmağa artıq ehtiyac yoxdur. 20. Azərbaycanın 17-ci 18-ci əsrdə inşa edilmiş memarlıq abidələri. Şəkidə Xan Sarayı. Onsuz da Xan saraylarımız demək olar ki, 18-ci əsrdir. Bir düzdür. Gəncədə Şah Abbas Cümə məscidi bu 17-ci əsrdir. Söhbət Şah 1-ci Abbasdan gedir. Kələxana məqbərəsi 1663-dür. 17-ci əsrdir. 2-ci Abbas dönəmi. Suraxanada Atəşpərəst məbədi bu da 17-ci əsrdir. Ehtiyatlı olun. Atəşpərəst deyib Sasanilər dövrünə aid bu abidəni verirlər. Çaşmayın. İrəvanda Göy məscid, bəli. Bu 1764-dür. Təbrizdəki Göy məscid isə 1465 idi. Ehtiyatlı olun. Burada cavabımız 1-5-dir. Bu isə 1764-dür. Şəki Xan Sarayında qabağından yazın. 1763. Cavabımız 1-5, yəni Bakı variantıdır. Davam edeyim. 21. Göstərilənlər nəticəsidir. Düşmənin Bakı Tbilisi-Ceyhan neft boru kəmərini təhlükə altına almaq planı puç oldu. Düşmənin müdafiənin dərinliyindəki silah-sursat ehtiyatları və çoxlu sayda canlı qüvvəsi məhv edildi. Söhbət birmənalı sürətdə Tovuz döyüşləri və ya iyul döyüşlərindən gedir. Çünki məhz bu döyüşləri başlatmaqda ermənilərin məqsədi Bakı Tbilisi-Ceyhan, Bakı Tbilisi-Ərzurum və Bakı Tbilisi-Qars infrastrukturlarına zərbə vurmaq idi. Burada cavab Tovuz döyüşlərindən gedir. Başda Polad Həşimov olmaqla orada həyatını itirən şəhidlər Allah rəhmət eləsin. Məhz Tovuz döyüşləri Vətən müharibəsi üçün belə deyim başlanğıc oldu. Aprel döyüşləri 2016-dır. Tovuz döyüşləri 2020-ci yılıdır. Günlük 2018-dir. Vətən müharibəsi 2020-nin sentyabrı, Tovuz iyul. Vətən müharibəsi sentyabr. Antiterror isə 2023 19 sentyabrdan 20 sentyabrına 23 saat 43 dəqiqə davam edən bir əməliyyatdır. 22. Azərbaycan tarixinə aid deyil. İqta torpaq sahibliyinin mövcud olması. Əlbəttə ki, bu aiddir. Söhbət 7-14-cü əsrlərdən gedir. Usta Bəndər 1231 əlbəttə düşür. 7-14 nə deməkdir? Yəni İqta 7-ci əsrdə yanıb, axırıncı 14-cü əsrdə paylanıb. Usta Bəndər 1231. Üşür vergisi, əlbəttə üşür vergisi Səlcuqlar dönəmində alınıbdır. Ümumiyyətlə, üşür vergisinə biz 9-12-ci əsr aralığında rast gələ bilirik. Xilafətə qarşı müsafir Beyləqanda baş verib, əlbəttə 748-752, bu da şərt ödəyir. Maltepe döyüşü isə Bizansla Osmanlı arasındadır, bu bizə aid deyil. Bu Orxan Qazinin dövründədir. Cavab D. 23. Xronoloji ardıcılığı müəyyənləşdirək. Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı salınması 1929-30 Mehri rayonunun yaradılması nəticəsində. Yuxarı Zəngəzurun Ermənistana verilməsi 1900. Bunu burada yazın. Daha rahat olsun. 1929-1930. Yuxarı Qarayazı 1921. Daha doğrusu Yuxarı Zəngəzur üzr istəyirəm. Qarayazın 2 yerə bölünüb Yuxarı Qarayazında gürcülərə verilməsi 22-dir. Yəni burada ardıcıllıq 2-3-1-dir. 2-3-1. Bax belə. Davam edeyim. 24. Azərbaycanda üst paleolit dövrü üçün səciyyəvidir. Ox və kaman ixtira edilməsi bu mezolitdir. Yanlışdır. Daş və sümük üzərində işlənmiş sənət nümunələrinin meydana gəlməsi, bəli, bu üst paleolitdir. Amma ümumiyyətlə belə ilk dəfə sənət nümunələri belə desək, alt paleolit dövründən var, amma ay kəlləsi üzərində idi. Biraz maraqlı nüansdır əslində. Ana xaqanlığının yaranması bu da üst paleolit dövrüdür. Qəblizmasının formalaşması və yaxud nəsli qəbilə və yaxud nəslizm adıyla bu da düzdür. Axirət nöqtəsi inam isə bu orta paleolitdir. Cavab 2-3-4-dür. 25. Böyük Moğol dövləti və Sərdar dövlətinin oxşar cəhətləri eyni əsrdə yaranmalar əlbəttə biri 1526 müvafiq olaraq, biri isə 1501-dir. Osmanlılarla müharibə biz bunu Böyük Moğolda görmürük, Səfəvilərdə təbii ki görürük və bu oxşar xüsusiyyət deyil. Hərbiçilərə xidmət müqayisəsində şərt torpaq əlbəttə Böyük Moğolda biz bunu Cagir adı altında, Səfəvilərdə isə Tiyul adı altında görürük.
Teolun riyazi cədvəli 16-19-dur. 16, 17, 18, 19-cu əsrdə paylanıb. 1-3. 19-cu əsrdə süqut etməsi Böyük Moğol, amma yəni Böyük Moğolun tam süqutu sipahilərlə götürülür. Amma Səfəvilər 18-ci əsrdir. Deməli, burada cavabımız 1-3 olacaq. Davam edeyim. 26. İrəvan xanlığına aid xüsusiyyətləri müəyyənləşdirin. Müəyyən müddət Qarabağ xanlığının asılı olması, bəli. Bayat savaşdan sonra Qarabağ 4 xanlığı tabe edib, Naxçıvan, İrəvan, Gəncə, Ərdəbil. Bir düzdür. Əsasının Qacarlar sülaləsinin nümayəndələri tərəfindən qoyulması. Qacarlar burada hakimiyyətdə olub, amma əsasını Əfşanlar qoymuşdular. Sonra Qacarlar gəlmişdi. Qızılqayda iştirak etməsi əlbəttə Naxçıvan, İrəvan, Qaradağ, Qarabağ, Gəncə. Qubalı Fətəli xan yürüşünə məruz qalmışdı qətiyyən. İkinci Rusiya-Qacarlar müharibəsinin gedişində Rusiya tərəfindən işğal edilməsi əlbəttə. İkinci Rusiya-Qacar müharibəsi 1826-28, İrəvanın işğalı isə 27-dir. Amma ehtiyatlı olun. İrəvanın ləğvi İkinci Rusiya-Qacarlar müharibəsinə düşmür. Çünki İkinci Rus-Qacar müharibəsi 10 fevralda başa çatıb. Amma Naxçıvan İrəvanın ləğvi 21 martdır. 1828-21 mart. Ehtiyatlı olaq. Yəni dəfələrlə bunu digər silahlarımda demişəm. Amma onlar da kimsə bu silahıma baxar, izahıma, kimsə digər silahların izahına baxar. Qalsın. 27. Göstərilən dövlətlərin 20-ci əsrin 30-cu illəri tarixinə aid xüsusiyyətləri müəyyənləşdirin. Aha, diqqətli olmalıyıq. Niyə? Çünki 1930-39 aralığı lazımdır bizə. Ola bilər ki, seçdiyimiz bir cavab buradakı dövlətlərə aid ola bilər, amma 30-cu illər ola bilməz. Millətlər Cəmiyyətindən çıxarılması. SSR 1939-cu ildə qış müharibəsinə görə çıxarılmışdı. Biz bunu yazaq bura 1939 və A variantını aparaq, SSR-nin yanına qoyaq. Montre konferansda iştirak etməsi təbii ki, bu 1936-dır. Lozanna konvensiyasının boğazlara dair məsələsinə baxmaq idi. Respublika elan edilməsi. SSR Respublika elan edilməsi deyəndə ki, SSR Respublika kimi qurulmuşdu da. Sovet Sosialist Respublikalarının ittifaqı. Onsuz da Rusiya 1917-ci ildə respublikadır. Qaldı ki, Türkiyə respublika olması bu 1923-dür. Axı yuxarıda bizdən 30-cu illər istəyir. Yeni konstitusiyanın qəbul edilməsi. Bu SSR-yə gedəcək. SSR-nin konstitusiyaları 24, 36, 77. Türkiyədə isə bu 24, 61-dir. Ona görə D də SSR-yə gedəcək. Lozannada Antanta ilə sülh müqaviləsi bağlanması. Təbii ki, bu Türkiyəyə aiddir, amma 1923-dür. Yuxarıda 20-ci illər verilib. Birincidə Türkiyə Respublikasında yazılsaydı bu səhv idi. Nə Mudaniyada, nə Lozannada Türkiyə Respublikası deyil. 1923 29 oktyabra qədər Türkiyə Respublika demək olmaz. Baxaq situasiyaya. Birinci Göytürk xaqanlığı xeyli zəiflədi. Bundan istifadə edən Çin xaqanlığı xeyli hissəsini işğal etdi. Əsarət altında qalmaqla barışmayan türklər tez-tez üsyanlar edir. Aha, Kürşad. Baxaq. Mənbədə Bəhs-olan üsyanın baş verdiyi il Kürşad üsyanı təbii ki 639-dur. Tarixi bilinən əsasən mənbədə bəhs olunan üsyandan fərqli olaraq Qutluq xanın Çinə qarşı mübarizəsi nəticəsini müəyyən edərək yazın. Təbii ki, Kürşad üsyanı 639-da olub. Qutluq Eltərişin üsyanı 682-də olub. Fərq odur ki, Qutluq Eltəris xan Kürşaddan fərqli olaraq 2-ci Göytürk dövlətinin yaranmasına nail oldu və Göytürklər yenidən tarix səhnəsinə çıxdılar. 30 tarixi bilinən əsasən 1-ci Göytürk dövlətinin zəifləməsinin səbəblərini müəyyən edərək yazın. Təbii hakimiyyət uğruna mübarizə, Çinli qadınlarla evlənmə, Buddizmin yayılması, Çinin bitib tükənməyən işğalçılıq siyasəti Göytürkün parçalanmasına gətirib çıxartdı. Bax belə məməzlərim. İnşallah ki, diqqətimizdən qaçan bir sual olmadı. Bəzən şərhlər bölümündə görürəm. Ola bilər ki, xronoloji dilləri yazam, sonradan səhv düzəm. Sizin hər bir rəyiniz bizlər üçün önəmlidir və çalışaq ki, o məsələlərə diqqətli olaq. Bizdən bu qədər. İnşallah bundan sonra yenə sizlə dərslərimizi davam etdirəcəyik və sizlərin köməyinə çatmağa çalışacağıq. Sağ olun, var olun. Allah'a emanet olun.